Salam, hörmətli izləyicilər, mən bugün sizlərə pizza xəmirinin hazırlanmasını göstərmək istəyirəm. Pizza xəmirinin hazırlanması asandır, çox asan xəmirdir. Amma ki, mayalı xəmirləri yaxşı yoğrulanda və acıtma prosesini düzgün edəndə yaxşı alınır, yumuşaq alınır. Bizdə burada indi hal-hazırda 7 stəkan ələnmiş un var, bu stəkanlarla bir boyda. 7 stəkandır ələnmiş un. Burada 2 bu qaşıqdan, çay qaşığından da balaca qaşıqdan bir quru mayadır. Bu isə duzdur, 5 bu qaşıqdan bir duzdur. Burada isə bir xörək qaşığı və şəkər tozudur. Burada 1 stəkan su qoymuşam, amma 1 stəkan su təbii ki, bu una bəs etməyəcəkdir. Çox lazımdır. Bu 1 stəkan yarım da qarğıdalı yağıdır. Amma əslində pizza xəmirini qarğıdalı yağı yox, zeytun yağı ilə hazırlanır. Zeytun yağımız olmadığı üçün biz bugün qarğıdalı yağından istifadə edirik. Bəzi insanlar da var ki, ümumiyyətlə zeytun yağının iyisini sevmir. Onlara da bu yağdan istifadə etmək məsləhətdir. Amma çox vacibdir ki, bu xəmirə yağ vurulmağı çox vacibdir. İndi isə başlayaq xəmiri yoğurmağa. Mən özüm çəkdiyim üçün bu sujetləri, videoları, mən ona görə sizə yoğurma prosesini göstərə bilməyəcəyəm. Tam yoğurub qurtardıqdan sonra Allah qoysa göstərəcəyəm xəmir necə vəziyyətə gəlir. Yenə deyirəm, bu xəmiri çox yaxşı yoğurmaq lazımdır yumuşaq alınmağı üçün. Pizza xəmirini çox yaxşı yoğurmaq həddindən artıq və yoğurduqdan da sonra soyuducuda saxlamaq, acıtmaq lazımdır. Ən azı 5-6 saat normal xəmir kimi acıyacaqdır. Ümumiyyətlə mayalı xəmirləri soyuducuda acıtmaq daha gözəl effekt verir. Gözəl olur, yumuşaq olur, həm də mayanın iyisi tamamilə gəlmir, həm də o çörəkdir, bulkalardır, ümumiyyətlə pizzadır, içində eybəcər belə boşluqlar əmələ gəlir mayalı xəmirlərdə, o boşluqlarda əmələ gəlmir, əgər soyuducuda, soyuq yerdə xəmiri acıdanda. Təbii ki, biz ilıq sudan istifadə edirik. İlıq su həmişə lazımdır. Xəmirləri yoğuranda soyuq su qəti olmaz. Xəmiri yoğuranda elə xəmiri möhkəm yoğurmaq lazımdır ki, çox yoğurmaq lazımdır ki, xəmir hələ də yapışmır, qabada yapışmır, həm də insanın öz əlində artıq acımağa başlayır xəmir. Çox yoğurmaq lazımdır. Yoxsa heç bir məmulat yaxşı alınmayacaqdır. Yaxşı yoğurulmayan xəmirdən heç bir məmulat keyfiyyətli və yaxşı alınmayacaqdır. İndi isə mən yoğurma prosesinə başlayayım. Bu da mənim hazırladığım xəmirdir. Xəmiri tam yoğurdum. Gördüyünüz kimi qaba heç bir şəkildə yapışmır. Qabda heç bir şey yoxdur. Sizə bir məsləhət vermək istəyirəm ki, bitki yağını ən axırda töksəniz daha gözəl olar. Çünki bitki onda daha gözəl alınacaqdır. Həm asanlaşacaqdır xəmiri yoğurmağınız, həm də ki, yaxşı alınacaq. Qalınlığı da, qatılığı da xəmirin belədir. Qulaq ətəyinin yumuşaqlığı kimidir. Qabda da gördüyünüz kimi heç bir un və ya xəmir qalmayıbdır. Əlimdə də heç bir xəmir qalmayıbdır. Elə bir dənə bu hissədə qalıbdır, gördüyünüz kimi. Mən bu xəmiri indi soyuducuda 7-8 saat saxlamaq lazımdır. Gecədən eləyib, səhər durub, pişirib, hazır qoymaq olar. Ən yaxşısı budur. Yenə deyirəm, bunun əsas reseptində mən qarğıdalı yağ istifadə elədim. Amma zeytun yağından istifadə eləmək lazımdır. Bəzi insanlar zeytun yağının tamını sevmədiyi üçün qarğıdalı yağı və ya günəbaxan yağından da istifadə etmək olar. Mənim deyəcəklərim bu qədər. İnşallah hazırlayarsınız, siz də görərsiniz. Yaxşı yoğurulanda, xəmir yaxşı yoğurulanda pizzada çox yumuşaq, gözəl alınır. Bir də pizzanın yaxşı alınmağı üçün əsas sousudur.
İndi Allah qoysa sousunu da hazırlamağını sizə videolarımda göstərəcəyəm. Bir də pendiri də ki, mozzarella pendiri olmalıdır orijinal reseptində. İndi bizdə Bakıda o pendirdən tapmaq biraz çətindir. Hər marketdə olmur. Ona görə biz Holland pendirindən istifadə edəcəyik. Eyni olur demək olar ki. Amma ki, soyuducuda bir də sobada 250 dərəcədən aşağı olmamaq şərtilə sobanın ən yüksək dərəcəsində bişirmək lazımdır. Siz də özünüz də görürsünüz ki, videolarda bunun bişirmək üçün ayrıcana sobalar olur. Pizza xəmirini pizzanı bişirmək üçün ayrıcana sobalar olur. Onlar ən yüksək dərəcədə olur. Çünki xəmir yumşaq qalmağı üçün ən yüksək dərəcədə pişməlidir. Mənim sizə deyəcəklərim bu qədərdir. İnşallah kanalıma abunə olarsınız və bəyəndiyiniz reseptləri, şərhlərinizi, fikirlərinizi yazmağınızı gözləyirəm. Bəyəndiyiniz reseptlərə də like etməyi unutmayın.